Siz o mütəxəssislərdənsiz ki, ağ ölümə qalib gəlməyi mümkün olduğunu deyirsiniz. Amma belə bir oturuşmuş fikir də var ki, keçmiş narkoman olmur. Bəli, iki termin bir-birinə zid getmir. Qalib gəlmək olur. Amma yaddan çıxartmaq olmur onu. Deyəndə ki, keçmiş narkoman yoxdur, bu termin düzgün deyil. Yəni ki, bax, mən sizə bir söz deyim də, mən sigaret çəkmirəm. 13 ildir mən sigareti tərk etmişəm. Sigaretdən istifadə etmirəm. Amma ona baxmayaraq, indiyə qədər mən yuxuda görürəm ki, mən sigaret çəkirəm. Səhər-səhər duranda doğrudan da ağzımda acı hissiyyəti olur. Sigaretin dadı var ağzımda. Mən istəyirəm sigaret çəkmək. İstəyirəm. Yuxuda da o istəyi görürəm. Lakin mən onu kontrolda saxlayıram. Yenə də iradə. Bəli. Yenə də iradə, yenə də motivasiya. Bilirsiniz, motivasiya çox böyük rol oynayır. Düzgün motivasiya qurmaq, düzgün bilmək, sən nəyə görə bunu eləyirsən. Qız baxıram, depressiyadır, ağlayır, özünü öldürür. Depressiyanın səbəbi ondan ibarətdir ki, qız deyir ki, mən ərə getmək istəyirəm. Nəyə görə ərə getmək istəyirsən? Deyir, doktor, onun ki, bütün rəfiqələrim ərə gedib, mən yox. Bilirsiniz, motivasiya yoxdur. Burada motivasiya ailə deyil. Motivasiya başqalarının rəfiqələrinə oxşamaq.